DTX təcridxanasında Əli Kərimliyə qarşı rəftar xüsusi amansızlığı ilə fərqlənir və bu proses hər gün bir qədər daha da dərinləşdirilir. Şübhəsiz, bu Əli Kərimlinin səsinin hətta həbsxana divarları arxasından dünya mediasına çatmasıyla, eləcə də dünyanın nüfuzlu hüquq müdafiə təşkilatlarının onun müdafiəsinə get-gedə daha artıq qoşulmasıyla bağlıdır. Amma daha məkirli məqsədlər də var. Əli Kərimliyə qarşı tətbiq edilən dolayı və birbaşa işgəncələr onun sağlamlığını hədəfə alır, onu fiziki və psixoloji cəhətdən tədricən sıradan çıxarmağa hesablanıb. Bütün həyatını azadlıqlar uğrunda mübarizəyə həsr etmiş bir insan üçün həbs heç vaxt qəfil baş verən hadisə olmur. O, mübarizəyə başladığı ilk gündən həbs ehtimalını da öz taleyinin ayrılmaz hissəsi kimi qəbul edir. Çünki diktatura ilə mübarizə aparan hər kəs bilir, hakimiyyət bir gün mütləq özünün ən kobud alətinə, zorakılığa əl atacaq. Əli Kərimli bunu illərlə göz önünə alaraq yaşayıb, hətta müəyyən mənada həbs onun siyasi bioqrafiyasının əvvəlcədən hesablanmış risklərindən biri olub. Yadınızdadırsa, o dəfələrlə belə bəyanat da verirdi. Mən həbs edilməmək üçün zəruri olan heç nəyi etmirəm. İndi onun içəridən göndərdiyi mesajlar da əvvəllər səsləndirdiyi bəyanatlarla üst-üstə düşür. Azadlıq uğrunda mübarizə yalnız siyasi fəaliyyət deyil, bu, insanın öz varlığı haqqında verdiyi mənəvi qərardır. Elə bir qərar ki, həmin andan sonra azadlıq artıq rahat yaşamaq vasitəsi deyil, həyatın mənasına çevrilir. Həyatın mənası isə fiziki rahatlıqdan qat-qat güclü motivasiyadır. Avtoritar rejim bunu başa düşmür və düşünür ki, kameranın temperaturunu bir neçə dərəcə artırmaqla iradəni də əritmək mümkündür. Avtoritar rejim hesab edir ki, məqsədli antisanitariya yaratmaq, tibbi yardımı gecikdirmək, yuxunu pozmaq, davamlı psixoloji təzyiq göstərmək onu sındıra bilər. Çünki belə rejimlər insanı bioloji varlıq kimi görür. Bu rejimin baş bilənləri düşünürlər ki, insan yalnız ağrıdan, aclıqdan və qorxudan ibarətdir. Amma belə deyil. İnsan həm də iradədən ibarətdir və bu ən başlıcasıdır. Ancaq azadlıq uğrunda ömrünü sərf edən insanın daxilində başqa bir mexanizm işləyir. Belə adamlar fiziki əzabın nə olduğunu bilmirlər deyə onun qaçılmaz olduğunu əvvəlcədən qəbul etdikləri üçün davam gətirirlər. Onlar mübarizəyə başlayanda artıq öz rahatlıqlarından imtina ediblər. Sonradan itirdikləri yalnız əvvəldən qurban verməyə razı olduğu şeylərdir. Həbsxana onların məkanını dəyişə bilər, gündəlik həyatlarını dəyişə bilər, sağlamlıqlarını zəiflədə bilər, lakin əgər insanın iradəsi onun mənəvi seçiminə söykənirsə, həmin iradəni kameranın kvadrat metri ilə ölçmək mümkün deyil. Uduzan rejim sonda dəmir qapının arxasına sığınır. Paradoks da budur. Azadlıq uğrunda mübarizə aparan insanın ən böyük silahı onun azadlıq haqqında dediyi sözlər deyil, ən böyük silah həmin sözlərin bədəlini ödəməyə hazır olmasıdır. Məhz bu səbəbdən diktatura onu həbs edə bilir, amma məğlub edə bilmir. Tarix də bunu dəfələrlə göstərib. Sovet düşərgələrindən tutmuş Cənubi Afrikanın Robben adasına, Latın Amerikası diktaturalarından Şərqi Avropanın siyasi həbsxanalarına qədər eyni həqiqət təkrar olunub. Həbsxana bədəni saxlayır, amma ideyanı yox. Əgər ideya insanın şəxsi maraqlarından doğursa, həbs onu öldürə bilər. Əgər ideya vicdandan doğursa, həbs onu yalnız daha görünən edir. Bəlkə də buna görə azadlıq uğrunda mübarizə aparan insanların ən böyük sınağı həbsxana deyil. Ən böyük sınaq azadlıqda olarkən qorxuya təslim olmamaqdır. Həbs isə çox vaxt artıq verilmiş qərarın nəticəsidir. Çünki azadlığı seçən insan bir gün həbs olunacağını bilir, amma o başqa bir şeyi də bilir. İnsanın həqiqi azadlığı onun harda yaşamasıyla deyil, nəyə boyun əyməməsi ilə ölçülür. Diktatura məhz bunu sındırmağa çalışır və məhz buna görə onun ən böyük məğlubiyyəti də elə buradan başlayır. Həbs etdiyi insanın iradəsini deyil,
Yalnız cismini nəzarət altına ala bildiyini anladığı anlam. Çünki iradə divarların arxasında deyil, vicdanda yaşayır. Vicdan isə nə qandalla bağlanır, nə də dəmir qapılar arxasında dustaq edilə bilir.